Kanalda əvvəlcədən də bildirdiyimiz kimi, aprel ayının 23 və 24-dən başlayaraq may ayının xüsusilə də birinci 10 günün əvvəllərinə qədər olan müddət ərzində və PRAS-ın sonrakı inkişafı nəticəsində isə may ayının 1-ci, 2-ci və 3-cü 10 günlük ərzində Cənubi Qafqaz Azərbaycan arasındakı hava sahəsində orta troposferdə atmosfer təzyiqinin əvvəlki dövrlərlə müqayisədə daha tez-tez aşağı inməsi gözlənilir. Yəni konvektiv aktivliyin kəskin şəkildə artması ehtimalı var. Eyni zamanda orta troposferdəki atmosfer təzyiqində kəskin tərəddüdlər nəticəsində hava şəraitinin 2025-ci ilin may ayı ərzində tez-tez dəyişilməsi riskinin əvvəlki illərin may aylarının müqayisədə daha çox artması gözlənilir. PRAS nəticəsində Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları arasında, eyni zamanda Dağlıq Şirvan ərazisində aprel ayının 23 günün ikinci yarısına başlayaraq hava şəraitində dəyişiklik gözlənilir. Aprel ayının 24-ü artıq daha da kəskinləşməsi gözlənilir. PRAS-ın nəticəsində may ayının ikisi gündüz saatlarına qədər olan müddət ərzində arabir yağış yağması gözlənilir. Yağıntıların xüsusilə də günün ikinci yarısında axşam saatlarına doğru lokal leysan xarakterli, intensiv və güclü olması ehtimalı var. Xüsusilə də Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Qax, Şəki, Qəbələ ərazilərində, eyni zamanda Quba, Qusar ərazilərində isə yağışların lokal xarakterli, güclü və şiddətli olması nəticəsində dağ çaylarında daşqın və sel hadisələrinin yenidən təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. PRAS nəticəsində güclü topa yağış buludlarının sonrakı inkişafı nəticəsində supersel buludlarının da formalaşması riski var ki, nəticədə yağan donun diametrinin bir qədər iri dənəli yağması gözlənilir. Eyni zamanda ildırım və şimşək PRAS-lərlə bərabər küləklərin də bir qədər güclənməsi ehtimalı var. PRAS eyni zamanda əraziyə qısa müddət ərzində güclü və şiddətli yağışların yağmasına səbəb ola bilər ki, nəticədə bir sıra ərazilərdə, xüsusilə də dağ çayların yataqlarında daşqın riskində kəskin artım gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Goranboy ərazilərində, eyni zamanda Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngdən ərazilərində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də aprel ayının artıq 23-cü günün ikinci yarısından başlayaraq hava şəraitində dəyişiklik gözlənilir. Aprel ayının 24-cü günün ikinci yarısında isə hava şəraitindəki dəyişikliyin daha da kəskinləşməsi nəticəsində yağışların lokal leysan xarakterli intensiv olması ehtimalı var. PRAS-ın xüsusilə də may ayının ikisinə qədər davam etməsi gözlənilir. Fasilələrlə arabir yağış yağması gözlənilir. Yağıntılar xüsusilə də günün ikinci yarısında və axşam saatlarına doğru lokal leysan xarakterli intensiv və güclü olması ehtimalı var. Topa yağış buludlarının sonrakı inkişafı nəticəsində supersel buludlarının da formalaşması riski var ki, nəticədə yağan donun diametrinin konvektiv aktivliyin kəskin şəkildə artması nəticəsində bir qədər iri dənəli dolu yağması ehtimalı var. PRAS eyni zamanda lokal xarakterli güclü küləklərlə müşahidə edilə bilər. PRAS nəticəsində dağ çaylarında gürsulluğun davam etməsi gözlənilir. Xüsusilə də dağ çaylarındakı çay yataqlarına yaxın ərazilərdə daşqın riskinin yüksək səviyyədə olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın şimal-qərb rayonlarına və şimal-şərq rayonlarına keçməsi gözlənilən ildırım dolu buludlarının bəzi hissələrinin də mərkəzi Aran rayonları arasından keçməsi ehtimalı var. Nəticədə mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, Sabirabad, Ucar, İmişli, Ağcabədi, Beyləqan, Salyan, Neftçala, Biləsuvar ərazilərində də aprel ayının 23-cü axşam, 24-cü günün ikinci yarısında hava şəraitində dəyişiklik ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. PRAS eyni zamanda Qafqazın şimalında və Qafqazın şimal-şərqində, eyni zamanda Qafqazın şimal-qərbində və Gürcistan ərazisində də müşahidə edilməsi ehtimalı var. Nəticədə Gürcistan ərazisində də artıq hava şəraitində aprel ayının 23 və 24-də kəskin dəyişiklik gözlənilir. Nəticədə əraziyə, Gürcistan ərazisinə leysan yağışlarının yağması ehtimalı var. Nəticədə yüksək dağlıq ərazilərdəki əriyən qar suları ilə leysan yağışlarının gətirdiyi sel sularının əriyən qar sularından qaçması nəticəsində Gürcistan ərazisindəki əksər dağ çaylarında gürsulluq gözlənilir və PRAS-ın sonrakı inkişafı nəticəsində isə Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında və Araz çayında da sulluğun artması ehtimalı var. PRAS nəticəsində əvvəlki dövrlərdə daşqın və sel hadisələrinin baş verdiyi ərazilərdə yenidən daşqın və sel hadisələrinin təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.